Telefonu götür. 15-16. 15-16. Çək video yolları. Ay cəmaət, bu gözü ilə görən Oğraş Vilayət Eyvazov artıq balaca uşaq oğurluğu ilə məşğuldur. Mənə çox dəhşətli məlumat göndəriblər. Deməli, Xətai rayon polis idarəsinin polis işçiləri Vilayət Eyvazovun arvadına liftçi tuman almaq üçün keçiblər balaca uşaqları şərləməyə. Bəli, düz eşitdiniz. Dünən gecə 5 nəfər 14-15 yaşlı uşaq parkda oturub istirahət edirdilər. Bu an polis onlara yaxınlaşıb və heç bir səbəb olmadan zorla sürüyə basıblar polis maşınına və aparıblar qaranlıq bir yerə. Orada polis həmin uşaqları vəhşicəsinə döyüb. Sonra da onları Xətai rayon 37-ci polis bölməsinə aparıblar və valideynlərini çağırıb rüşvət alıb buraxıblar. O yazıq uşaqları polis o qədər döyüb ki, indi də gecələri yata bilmirlər. Quldur Vilayət Eyvazov, sənin axırına çox az qalıb. Sən Oğraş, Gəncədə o balaca Elgünü də bax belə döyərək öldürdün.